Lənkəranda tanınmış şair, publisist Vaqif Hüseynovun 90 illik yubileyi qeyd edilib. Əməkdaşımız Əyyub Türkay bu tədbirdə iştirak edib, reportaj hazırlayıb, izləyək. Hərarətli misralarında parlaq ruhu yaşayan, vətənimi çalıb çapır bir göy gözlü sarı iblis, azad gezə bilərəmmi əsr olan torpağımda deyən görkəmli şair, publisist Vaqif Hüseynov yaşasaydı 90 yaşı olacaqdı. Lakin cəmi 49 il yaşadı. Ömrünü sözə, poeziyaya, jurnalistikamızın inkişafına həsr edərək xalqın böyük məhəbbətini, əbədi sevgisini qazandı. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin təşkilatçılığı, Lənkəran şəhər icra hakimiyyəti və Lənkəran Dövlət Dram Teatrının dəstəyi ilə şair publisist Vaqif Hüseynovun 90 illik yubileyinə həsr olunmuş Mənə Vaxt Verin adlı tədbir keçirilib. Tədbirdə bölgə yazarları, ziyalılar, alimlər, incəsənət xadimləri, yubilyarın ailə üzvləri, qohumları və dostları iştirak ediblər. Şairin həyat və yaradıcılığından bəhs edən videorolik nümayiş olunduqdan sonra AYB Lənkəran bölməsinin sədri, yazıcı, dramaturq Qafar Cəfərli yubilyarın ömür yolu və ədəbi fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi. Ardınca Lənkəran şəhər icra hakimiyyətinin sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Rövşən Rəhimli çıxış edərək şəhər icra hakimiyyətinin başçısı Talih Qaraşovun təbriklərini tədbir iştirakçılarına çatdırdı. Daha sonra tədbirdə yubilyarın bacısı oğlu, tanınmış şair və Milli Məclisin deputatı Elçin Mirzəbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Vaqif Yusifli, Lənkəran Dövlət Universitetinin professoru filologiya elmləri doktoru, əməkdar müəllim Yadulla Ağazadə, şair publisist Ağacəfər Həsənli, əməkdar artist Sücəddin Mirzəyev çıxış edərək Vaqif Hüseynovla bağlı xatirələrini bölüşüb, onun yaradıcılığından söz açıblar. Vaqif Hüseynov dövrünün çox sayılıb seçilən, tanınan şairlərdən olub. Vaqif Hüseynov uzun illər mətbuat sahəsində çalışıb. O bir jurnalist olaraq öz imzasını təsdiq etdirib, amma onun xalq arasında daha çox sevilməsinə səbəb əlbəttə ki, onun şair olmağı olub. Vaqif Hüseynovun sözü, sənəti həqiqətən dövründə, zamanında dillər əzbəri olub. Onun şeirləri demək olar ki, əksər məclislərdə, xüsusən toy məclislərində səsləndirilib. Cənub ədəbi mühitinin formalaşmasında möhtəşəm rol olub. 60-cı illərin ədəbi nəslinin ən istedadlı adamı olub, istedadlı şairi olub. 1978-ci ildən Yazıçılar Birliyinin üzvü olub. Yəni ondan bir neçə ay sonra Lənkəranda Azərbaycan Yazıçılar Birliyinin filialı təşkil olunub. Mən təkcə onun övladı kimi yox, onun bir davamçısı, onun tədqiqatçısı kimi də fəxr edirəm və onun əsərlərini, şeirlərini, sonetlər çələnglərini təhlil elədikcə mən başa düşürəm ki, 49 il ömür yaşamış bir şairin həyatına sığdırdığı bəlkə bir 6-7-10 illik var və bu 10 illiklər içərisinə o az yaşında olmasına baxmayaraq böyük ideyalarını, böyük amallarını sığdırıb və mən qeyd elədim, onun tədqiqatçıyam, Lənkəran ədəb mühitini, 60-90-cı illər ədəb mühitini işləyirəm və orada Vaqif Hüseynovun yaradıcılığını geniş işləmişəm və əlimdə olan bütün əl yazmaları, əlimdə olan bütün dostlarla yazışmaları, bunlar hamısı mənə motivasiya verir ki, mən onun bütün yaradıcılığını izləyirəm və açım və məndən sonra bütün tədqiqatçılar istifadə edə bilsinlər. Hələ Sovet İttifaqının süqutundan illər öncə onun yazdığı şeirlər və nəticə etibarilə Sovet rejiminə etirazı, Azərbaycan torpağının əsir torpaq olduğunu vurğulaması əslində şairin düşüncəsinin nə qədər azad olduğunu və faktiki olaraq poetik sərhədlərinin nə qədər geniş olduğunu nümayiş edir. Qeyd edək ki, Vaqif Hüseynov Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Vaqif İbrahim təxəllüsü ilə gözəl poeziya nümunələri yaradıb, Lənkəran qəzetinin redaksiyasında şöbə müdiri, məsul katib, Masallı rayonunun Çağırış qəzetində baş redaktor, Lənkəran şəhər radio verilişləri redaksiyasında redaktor vəzifəsində çalışıb. Vaqif Hüseynovun məqalə və felyetonları, dövrün ədalətsizliklərinə qarşı kəskin şeirləri, redaktor kimi prinsipial mövqeyi və peşəkarlığı ilə böyük nüfuz qazanıb. Rəhbərlik etdiyi qəzetin qabaqcıl işi haqqında keçmiş ittifaqın ən nüfuzlu nəşrlərindən olan Pravda qəzetində yazı dərc olunub. Mətbuat sahəsində səmərəli xidmətlərinə görə şərəf nişan ordeni, 2 medal və qızıl qələm mükafatı ilə təltif olunub. 4 şeirlər kitabı işıq üzü görüb. Tədbirin yekununda tanınmış müğənni Cavad Rəcəbovun bəstəkar musiqişünas Zəminə Taryelqızının ifa etdikləri mahnılar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.